Və əziz dostlar, vaxt itirmədən Biznes İdarəçiliyi Forumunun ikinci panelinə start verməyin vaxtıdır. İkinci panel idarəetmə alətləri panelidir. İcazənizlə panelin moderatoru ölkəmizin aparıcı şirkətlərini yeni texnoloji avadanlıqlarla, həlledici həllərlə təchiz edən Altair və Azimut şirkətlərinin qurucusu və rəhbəri, xarizmatik lider Balağa Cəfərovu səhnəyə dəvət edirəm. Balağa müəllim, xoş gördük sizi. Sizi daha öncəki forumlarımızda spiker kimi görmüşdük və moderator kimi görəcəyik. Bu ilk belə təcrübəmdir. Sözün açığı, İlkin müəllim başladı, plankanı çox yuxarıdan götürdü. İndi çalışacağıq biz də. Uğurlar sizə, buyurun. İlk moderator təcrübəmdə ona görə nəsə düz getməsə üzrlə hesab edin. Buyurun, uğurlar. Çox sağ olun. Artıq başlaya bilərik. Mən təcrübəsiz olduğum üçün düşündüm, elə bir davamı gələcək, amma deməli, ilk öncə təşkilatçılara təşəkkür etmək istəyirəm belə gözəl tədbir üçün. Bu səfər həqiqətən biraz maraqlı oldu və bu son konsert, ondan sonra şou proqram, daha sonra çox maraqlı bir reklam çarxını da izlədik. Əlavə enerji qatdı bizə və düşünürəm ki, bu enerji ilə davam edəcəyik mütləq. Bundan əvvəlki paneldə çox maraqlı spikerlərimiz var idi və daha çox trendlər haqqında danışırdılar. Mövzu nə idi? İdarə etmə hara gedir və idarə etmədə nələr dəyişir? O trendlərə necə uyğunlaşmaq lazımdır? Bizim panelimiz həmin panelin bir növü davamı kimi olacaq. Bizim paneldə biz artıq həmin o trendləri, alətləri istifadə etməklə real кейslərə necə çevirmişik və necə çeviririk haqqında danışacağıq. Çünki bizim buraya toplaşan yoldaşlar həm də bizdən bunu gözləyir. Necə edək ki, eşitdiklərimizi, gördüklərimizi real həyatda, real biznesi tətbiq edək və ana mövzu da bizim paneldə bu olacaq. Spikerlərimiz çox maraqlıdır. Qeyd edim ki, hazırlaşanda, baxanda, hər bir spikerin LinkedIn profilini araşdıranda anladığım şey bu oldu ki, ən önəmlisi hər bir spiker öz sektorunda və ya öz təşkilatında ən aşağıdan başlayıb və ona görə öz təşkilatını və öz biznesini çox yaxşı bilir. Hər üç spikerimiz çox ciddi qərarlar veriblər və o qərarlar haqqında burada danışacaqlar. Mən öz keysimdə deyə bilərəm ki, mən bunu yaşamışam. Misal üçün, model dəyişikliyi bu çox ağır bir işdir, rəqəmsal transformasiya bu çox ağır bir işdir və düşünürəm burada olan insanların əksəriyyəti bunu ya başlamaq istəyib, ya başlayıb, fail olub və ya başlayıb uğurlu olub. Bizim paneldə uğurlu olan keyslər haqqında danışacağıq və mən istəyirəm tək-tək bizim spikerləri adlarını çəkim, çox qısa məlumat verim hər biri haqqında və dəvət edeyim biz müzakirələrə başlayaq. Deməli, bizim birinci spikerimiz Natiq bəydir. Natiq bəy Danon şirkətinin Qafqaz regionu üzrə rəhbəridir. Natiq bəy, ilk öncə dediyim məsələdir, burada çox önəmli məqamdır. Natiq bəy həmin şirkətdə 2008-ci ildə Junior Product Manager olaraq başlayıb və bugün artıq Azərbaycanda deyil, ümumiyyətlə Qafqaz üzrə direktordur və elə bir layihə icra olunub ki, onu misal üçün biz öz şirkətimizdə hələ də icra edib bitirə bilmirik. Bu model dəyişikliyidir və biznes modelinin dəyişikliyi haqqında danışacağıq. Gəlin Natiq bəyi salamlayaq və səhnəyə dəvət edək. Bir daha xoş gəlmişsiniz. Çox sağ olun. İkinci spikerimiz Anar bəydir. Anar bəy Food City agrokompleksi təmsil edir və buradakı case bəlkə də daha çox model dəyişiklikdən daha çox etmək istədiyimiz case-dir. İndi gördüyümüz reklamda da söhbət ondan gedir. Bir ildir proqramı qurursan, amma qurub qıtıra bilmirsən, məni cərimələyirlər. Bu rəqəmsal transformasiyadır. Rəqəmsal transformasiya və ümumiyyətlə bu tip transformasiyanı etmək nə qədər çətindir, yəqin ki, hamımız idarəçi olaraq bilirik. Anar bəy o barədə danışacaq. Anar bəyin təmsil etdiyi qurum Azərbaycanda ən böyük agrokomplekslərdən biridir. Onu deyim ki, Şimal-Cənub dəhlizi, hansı ki, bizim üçün strateji bir dəhlizdir. Yerləşən yeganə və böyük agrokompleksdir. Rəqəm olaraq onu deyə bilərəm ki, eyni anda həmin o təşkilat 65 vaqonu tam olaraq yükləyə bilir. Bunu özüm araşdırmışam, bəlkə bir kiçik yanlışlıq ola bilər, üzrü sayısınlar. 1 ilə 27 min tır, yəni 27 min yük maşını yola sala bilirlər və illik 700 min ton həcmdə yük qəbul edib, boşaldıb və ya göndərə bilirlər və həmin o təşkilatda, bu miqyasda bir təşkilatda rəqəmsal transformasiya necə baş verib, onu bizə Anar bəy danışacaq. Gəlin Anar bəyi salamlayaq və səhnəmizə dəvət edək.
Xoş gəlmisiniz. Və üçüncü spikerimizə keçirik. Burada da çox maraqlı bir bağlantı var birinci panel ilə ikinci panel arasında. Birinci paneldə süni intellekt haqqında çox danışdıq. Daha doğrusu çox suallar verdilər və trendlərdən birinin də süni intellekt olduğunu müəyyənləşdirdik. Bizim paneldə isə biz artıq süni intellekti necə istifadə edirlər və hətta bəzi suallar var idi zaldan verilən. Bir balaca bizim paneli qabaqlamış oldunuz. Burada biz həmin o süni intellektin tətbiqi haqqında danışacağıq. Üçüncü spikerimiz xanımdır. Xanım Media Balans şirkətini təmsil edir. Media Balans Azersun Holdingin bir parçasıdır. Amma sadəcə Azersun Holding deyil, bir çox şirkətə xidmət göstərirlər. 100-dən çox müxtəlif sahədə işləyən portfellərində akauntlar var və önəmli məqamı deyim, bu rəqəm məni biraz təəccübləndirdi. Daha sonra bir daha yoxladım. 300.000 plus, yəni 300.000-dən daha çox müxtəlif marketinq layihələri həyata keçiriblər. Bu çox impressiv rəqəmdir. Düşünürəm ki, burada illaki süni intellektin bir rolu var, yoxsa bu həcmi icra etmək çətin olar. Ronya xanımı dəvət edək. Ronya Şatvar, Media Balans. Xoş gəldiniz. Dostlar, bir daha bu məqamın altını çizmək istəyirəm, vurğulamaq istəyirəm ki, bu paneldə real biznes кейslərdən danışacağıq. Yəni, trendlər önəmlidir. İqtisadiyyatın, biznesin, idarə etmənin hara getməsi təbii ki, önəmlidir, biz bunu bilməliyik. Amma gündəlik həyatda, gündəlik biznesdə necə tətbiq olunur, hansı çətinliklər yaşanır, bunun hamısını biz paneldə aydınlaşdırmalıyıq və burada sizin suallarınız çox önəmlidir. Çünki spikerlər əvvəla bunu anlayışla qarşılamağım lazımdır. Bilirsiniz, dünyada ən çox yayılmış fobiyalardan biri public speaking, yəni çıxış etmə fobiyasıdır. Mən özüm indi bu dəqiqə həyəcanlıyam, tərləmişəm və bəlkə də qızdırmam qalxıb, bilmirəm. Eyni problemləri bizim spikerlər də yəqin ki, yaşayacaq. Ona görə spikerlərin demədiyi və ya deməyi unutduğu bəzi məqamlar olacaq ki, mütləq olacaq. Onları biz sual-cavab sessiyasında mütləq aydınlaşdırmalıyıq və bura gəlməyimizin məqsədi də budur ki, biz anlayaq. Bu insanlar transformasiyaları, dəyişiklikləri və bütün bu yenilikləri necə ediblər, nəyin sayəsində ediblər və hansı çətinliklərlə üzləşiblər. Mən də suallar hazırlamışam, mən də suallara verəcəm. Amma siz də mütləq aktiv olmağı unutmayın. Gəlin başlayaq Natiq bəydən və Natiq bəy